İki təkərli möcüzə. Motosikletə diqqətlə baxanda adama elə gəlir ki, bu ya iki təkərli avtomobil, ya da mühərriki olan velosipeddir. Biz artıq bilirik ki, pedallı velosipedi fransız Pierre Michaud ixtira edib. Bu, təxminən 150 il bundan əvvəl baş vermişdi. Bir qədər sonra Pierre Michaud daha bir yenilik etdi və pedallı velosipedə buxar mühərriki də quraşdırdı. Alman konstruktorları Daimler və Maybach öz gələcək avtomobillərinin benzin mühərrikini yoxlamaq üçün onu velosipedə quraşdırdılar və beləliklə ilk müasir tipli motosikl yarandı. İllər keçdi. Artıq motosikletlərin kütləvi istehsalı başlandı. Motosikletlərdə hava doldurulmuş rezin təkərlər istifadə olunurdu. John Dunlop bu təkərləri oğlunun velosipedi üçün ixtira etmişdi. İndiyə qədər motosikletin xarici görünüşü çox dəyişib. Motosiklet indi əsas nəqliyyat vasitələrindən biridir. Onu daha heç kim velosipedlə və yaxud da avtomobillə qarışıq salmır. Böyük şəhərlərdə maşınların tıxac yaratdığı küçələrdən motosiklet asanlıqla keçir. Hətta köhnə dar küçələrdə də motosiklet rahat sürmək olur. Velosipeddən fərqli olaraq motosikletlə bunu daha tez və sürətlə etmək olur. Motosikletlərin iştirakı ilə müxtəlif yarışlar keçirilir. Amma yarış motosikletlərini sürmək çox çətindir. Onların sürəti çox olduğuna görə belə motosikletləri yalnız bacarıqlı idmançılar sürə bilərlər.